elə ümidim var idi ki, Həzrət Peyğəmbər buyurmuşdur. Qiyamət günü Allah Taala bəndədən soruşacaq ki, filan haram işi gördükdə, cəmaatı ondan çəkindirməyinin səbəbi nə idi? Bəndə cavab verəcək ki, ilahi, cəmaatdan çəkinib, sənin rəhmətinə ümid bəslədim. Allah Taala buyuracaq ki, keçdim sənin bu günahından. O Həzrət başqa bir hədisdə buyurur, bir bəndəni cəhənnəmə atıb 1000 il orada saxlayarlar. Bir gün o, ey Hənnan, ey Mənnan deyə fəryad edər. Allah Taala Cəbrailə buyurar ki, get bəndəmi yanıma gətir. Cəbrail gedib həmin bəndəni Allahın hüzuruna gətirdikdə, Allahdan nida gələr ki, yerin necə idi? Bəndə, çox pis yerdi, deyə cavab verəcək. Allah əmr edər ki, onu yenidən öz yerinə qaytarsınlar. Onu cəhənnəmə doğru sürüklərkən dönüb arxasına baxar. Allah Taala soruşar ki, niyə görə arxana baxdın? Bəndə deyəcək, sənin mərhəmətinə elə ümidim var idi ki, məni cəhənnəmdən çıxartdıqda bir daha oraya qaytarmayacağını güman edirdim. Bu sözdən sonra Allah Taala əmr edəcək ki, onu geri qaytarıb cənnətə daxil edin.